Hamza salam dostlar. Bugün kayıt seviyesi videosu çəkirəm. 35.000 kayıt seviyem var. Bu günləri 45.000 eləməyə çalışacağım. Video keçməmişdən qabaq bir-iki dənə şey demək istəyirəm. Son videonu 5 ay qabaq atmışam. Yəni həvəsim yox idi video atmağa. Amma indi avqustda düşündüm ki, yəni video atmalıyam. Ona görə seriyə başlamaq qərarına gəldim. Seri də dediyim 2 bölümlük olsun istedim. Ona görə mən də kayıt seviyesi kasmağı istedim. Hem hesabım gəlişər, həm video çıxar. Hindi sizə göstərim nə qədər kayıt seviyem var. Dostlar 30 dənə ödül toplamışam. Yəni buradan belə baxa bilərsiniz də. Yəni nə qədər var baxın. Görürsüz nə qədərdir. Ayda nə saldım deyəsən. Neyse bir de ünvan aldım 500 tane getdi də başımı bırakın. Video keçməmişdən qabaq güneş şöhrəti oldum. Yəni təbrik etsəz çox sevinərəm. Əslində mən üçün uzun video çəkəcəydim. Dostum dedi ki, yəni neyinsən uzun videonu shorts elə shorts da atacağam. Yəni narahat olmayın. Əgər bu videoya 40 like gələrsə 80.000 kupa olduğum videonu atacağım. Kanala abunə olub like atmağı unutmayın. Xahiş edirəm, bal like atın. Hindlilərə başlayaq almağa. Buradan başlayaq. Amma keçməmişdən qabaq, yəni yaxın olan ödülləri göstərəcəm. Bu gün 45.000 eləyə bilməsəm, o birisini, yəni necə ki bu ödülləri kasıram, onu uzun video eləməyi düşünürəm. Yəni necə kasıram filan. Yəni ki bunlardır məsələn, yəni çətindir məsələn. Bu modda 3 dənə kayış gücləndirməsi var. Yəni onun biri 60.000 canı var. O da yəni oyunların axırı deməkdir. Yəni çox çətin bir şeydir ona görə. Yəni ki demək olar ki bunların yarısını tamamlamışam da, yəni azdır. İndi başlayaq almağa. Gəl çatım ora. Ha. Burada ne var? Edgar ile klasik savaş topu modunda Edgar ilə 5 tanədə 3 dənə savaşçı yox eləmişik qəşəng. Sonra bir də ulti işlədərək 3 dənə düşman yox et. Dostlar, həqiqətən bu video çox əziyyətlidir. Baxın, bir dənə bu Frank'in görevini eləmək üçün bəlkə də yarım saat gedib. Yəni həqiqətən elədir. Bax, bir mortis ileri atılması ilə 3 dənə savaşçı. Yəni bu çox çətin bir şeydir. Sonra Nitan Aysil rakip savaşçılarla 10.000 savaş. Yəni bu asandır. Sonra Amber'lə 100 dənə oyun qazanır. Bunu da eləmişik. Ödülümüzü alaq. Sonra 1 ilə 50 dənə oyun qazan. Bu 50 dənə oyunumuzu qazanmışıq. Star hediyesi gəldi. 1 ilə dostlar, istəyirəm ki bu böyük ödülləri ən axırda alım. Hindi bu az ödülləri alım da. Bonnie ilə 50 dənə mas qazan. Bu da yəni klassikdir. Star hediyesi gəldi. Bu çox çətindir. Həqiqətən. Baxın, o birisi modlarda eləyə bilərsiniz. Məsələn, ölmədən, yəni tək oyunda, yəni məsələn savaş topunda 3 dənə ulti ilə püskürtməlisən. Yəni o ölmədən eləməlisən. Amma bu nakavut da çox zordur. 3 dənə ulti toplamalısan, 3-ünü də tutturmalısan. Yəni bu həqiqətən çox bir şeydir. Çox çətin bir şeydir. Bu da asandır. Yəni bir dənə ulti işlədərək 2 dənə savaşçını tutun da, yəni 200 maç qazanımını da eləmişik. Profil yəni qəşəngdir. Yəni yorumlara yazın. Mən istəyirəm taxımını profilimə, amma yəni də pisdir nəsə. Sonra 5 tanədə 3 dənə savaşçı yox elə. Bu həm də çift hesablaşmadır. Yəni üçlü hesablaşma deyil ki, məsələn 15 yükün olsun bir yerdə atlanasan. Nə isə yəni çətin bir şeydir. Sonra bu da Jesse ilə 100 dənə oyun qazanmığı da tamamlamışıq. Mr. P ile 20 dənə oyun qazanmığı da tamam. Star hediyesi atırıq. Çox kasır. Nita ilə 50 dənə oyun qazanmığı da eləmişik. 30 kredi. Dostlar, baxın bu çox çətin. Yəni mənə ən çox çətinləşdirən bu oldu. Tək ulti işlədərək 3 dənə savaşçıya sataşdı. Yəni 3 nəfər deməlidir. Sonra ödül avında, bir də soygunda. Roza ilə 50 dənə oyun qazanmığı da elədik. Star hediyesini açaq. Heç nə çıxmadı. Dostlar, çünki heç nə çıxmamağının səbəbi mən güneş şöhrəti olanda buradan kredi aldım. Sonra bunu da açdım. Yəni efsanevi oranı biraz düşdü də. Çünki efsanevi atmışam axırıncı dəfə ona görə. Sonra Trunk ilə 50 dənə oyun qazan. Yəni bu da asandır. Star hediyələrindən heç nə çıxmırsa, yəni verməsin də. Sonra Maple ilə 100 dənə oyun qazan. Bu da. Amma əslində emojilərim də artır. Emojilərim artanda bu hardadır bu görevlər? Məsələn rozetlər topla, destansı filan. Həm bunlar da toplanır.
5 dənə efsanevi kostyum toplamını da eləmişik. Sonra indi 500-likləri ən axırda alacağam. Bunun profilini alaq. Bu profil həqiqətən çox qəşəngdir. Yəni nadir deyil, yəni çox adamda yoxdur da. Çak. Bu da Eve'dir. Sonra Spike'la 300'den oyun qazan. Bu çox asan da oldu. Soyğunda yəni bir dənə aksesuar atırdın, kasa yox olurdu onsuz da. Heç yormadı mənə. Ən asandı Berry ilə Spike oldu. Bu da 500 dənə. Sonra son 2 dənə efsanevi açıram. 500 dəfə yıldız oyuncu ol, aşamada 200 oyun qazan. Ən çətini 500 dəfə yıldız oyuncu olmaq təbii ki. İlk öncə mənə ən çox yoran bunu açım. Açdım. Bu nə deyir? Dostlar, əvvəl olsaydı deyərdim kredi çıxsın, amma indi günəş şöhrəti oldum, yəni rahatlaşdım da. İndi hiperşarj çıxsa yaxşı olar. Son ödülümüzü də alaq. Son dəfə basıram. Yəni like atmağı unutmayın. Yes, 500 kredi çıxdı. Oha, 1000 oldu. Görüm nə qədər puanım oldu. 40.060. Yəni həqiqətən profilim çox qəşəng oldu. Bax 5000 də yığsam, bunu da bura qoyublar. 5000 də yığsam, yəni bu profil çox yaxşıdır da. Bu nədir? Bu heç kimdə yox deyilsən, nəysə. Bir də mən 45.000 olmağımı gözləyirəm. Həqiqətən bu videoya 50 like gəlsə, 50 like. Çünki çox çətindir, çox çətindir. 45.000 videosu gələcək. Məsələn, biz bir yağ Bo'nun profilini aldıq, amma indi Bo'nun ilə gərək 100 dənə oyun udmalıyıq. Yəni çox çətin bir şeydir. Məsələn, bu yarı tamamlanmışları alsaq, yəni 43.000 zad eləcəkdi. Yəni o 2000, 3000 falan, yəni çox çətin olacaq. Ona görə bu videoya like atmağı unutmayın. Video bu qədər idi. Sağ olun, salamat qalın. Bir dahaki videoda görüşənədək.